Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək nə qədər cərimədir? Qanun bu məsələdə olduqca konkretdir. Sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən şəxs 200 manat məbləğində cərimə edilir. Əgər eyni əmək təkrar törədilərsə, cərimə 2 dəfə artır və 400 manat təşkil edir. Burada vacib məqam var. Söhbət ümumiyyətlə sürücülük vəsiqəsi olmadan idarə etmədən gedir. Yəni şəxsin heç vaxt sürücülük hüququ olmayıbsa, bu qayda tətbiq olunur. Amma əgər şəxs sürücülük hüququndan məhrum edildiyi halda avtomobil idarə edərsə, məsuliyyət daha ağır ola bilər. Çünki bu artıq məhkəmə və ya inzibati qərarın pozulması deməkdir. Qanunvericiliyə görə nəqliyyat vasitəsini yalnız müvafiq kateqoriya üzrə etibarlı sürücülük vəsiqəsi olan şəxs idarə edə bilər. Məsələn, yalnız B kateqoriyası olan şəxs yük avtomobili idarə edə bilməz. Bu da ayrıca pozuntu hesab olunur. Nəticə olaraq, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçmək 200 manatla başlaya bilər. Təkrar və ya ağır hallar isə daha ciddi hüquqi nəticələr doğura bilər. Ona görə sükan arxasına keçməzdən əvvəl sənədlərinizin qaydasında olduğuna əmin olun.